Burada avtobus sürücüsüdürmü günahkar, yoxsa piyadadırmı günahkar? Əksər hallarda o bizdə deyirlər, ha, günah həmişə öləndə olur. İndi burada da günah piyadadadır. Sən belə bir sürətli yolu necə qaça-qaça keçə bilərsən? Tamam, bir tərəfdə tıxac var, o deməkdir ki, avtobus yolu da tıxacına mı hərəkət edir avtobuslar? Xeyr. Avtobus yolları var ki, 10 dəqiqədən bir avtobus keçir orada. 90-lıq yoldursa sürəti ilə davam edir. 60-lıq yoldursa yenə də sürəti ilə davam edir. Amma niyə siz həm sürücülər üçün belə bu qədər təhlükə yaradırsınız? Niyə öz həyatınızı riskə atırsınız? Bundan öncə də birisi var idi. Uşaq arabası ilə yolu keçirdi. 2 gün öncə bu videonu da sizə təqdim etmişdik. Yəni etməyin belə həyatınızı, sanki çöldən tapmısınız həyatınızı. Harda ölərəm deyə. Yəni belə olmaz axı gerçəkdən də. Yəni durub gedir özü, düzdür. O xəsarət bir qədər zədə hiss olanda adam hiss eləmir. Burada da eyni şey. Bəli, rejissoruma təşəkkür edirəm. Baxın. Yəni bu qədər sürətli hərəkət olunan yolda hər iki tərəfdən piyada keçir. Yolun üstündə belə olmalıdır. Və piyadalar üçün maşınlar gözləməlidirlər. Kim hansı sürətlə keçər? Kim telefondan danışar yolun ortasında? Kim nə bilim, kim nəsə qeybət elə gedərsə, bəli, sürücü bunları gözləmək məcburiyyətindədir və sürücü bunların hamısını hesablamalıdır. Onsuz da sürücü hər tərəfə baxır da, maşınını idarə eləyəndə. Amma bir də dediyim kimi, yəni belə özünüzü göz görə niyə atırsınız ki ölümə? Yəni bu şəkildə. Canınızı çöldən tapmısınız? Yox, mən düşünürəm ki, heç kim canını çöldən tapmayıb.